Niyə bir-birimizdən fərqli görünürük? Ətrafımıza baxanda müxtəlif insanlar görürük. Bəzilərimizin dərisi açıq, bəzilərimizin isə tündür. Kiminin gözləri qıyıq, kiminin isə badəmvari. Saçdan tutmuş boyumuza qədər hərə bir cürdür. Aramızdakı bu qədər fərqlilik necə yaranır? Afrikalılar ayrı görünür, özbəklər ayrı. Çinlilər, Amerikanlılar, Ruslar və s. Bizlər doğrudan da ayrı-ayrı irqlərik, yoxsa bütün bunlar yanılğıdır? Elm adamları deyir ki, irq deyə bioloji anlayış yoxdur. Biz insanları ağ, sarışın, qəhvəyi, qara dərili kimi qruplara ayırmağı öyrəşmişik. Amma genetik səviyyədə, yəni bədənimizin daxili şifrələrində belə bir ayrım yoxdur. Alimlər insan genomunu araşdıranda görüblər ki, dünyadakı bir-birindən fərqli istənilən insanların DNA'sı 99.9% eynidir. Bizi fərqli göstərən dəri rəngi, göz forması və s. genimizin sadəcə 0.1% hissəsini tutur. Yəni bizi bir-birimizdən fərqləndirən şey genimizdəki o 0.1%lik kodlardır. Yaxşı, bu 0.1% necə yaranır? Gəlin ona baxaq. Alimlər sübut edir ki, insanların kökü Afrikaya dayanır. Təxminən 200 min il əvvəl insanlar Afrikada yaranmağa başlayanda hamı eyni görünürdü. Tünd dərili, tünd saçlı. Amma hardasa 60-70 min il əvvəl insanlar Afrikadan ayrılıb, dünyanın fərqli yerlərinə köçməyə başladılar. İndi gördüyümüz bu fərqliliklər də elə bundan sonra başladı. Çünki yeni məkan, yeni hava şəraiti və yeni qaydalar deməkdir. Bədənimiz sağ qalmaq üçün yeni məkanın şərtlərinə adaptasiya olmağa başladı. Dərimizin rəngini təyin edən maddəyə melanin deyilir. Melaninin əsas vəzifəsi isə günəşin zərərli şüalarından və yandırıcı istisindən DNA'mızı qorumaqdır. Yəni melanin bədənimizə qəhvəyi tonları verən maddədir. Afrikada, ekvator xəttinə yaxın olan yerlərdə günəş şüaları həddindən artıq güclüdür. Əgər qədim insanların dərisi açıq rəngli olsaydı, sürətli radiasiya onların bədənindəki B9 vitaminini yox edərdi. Bu, uşaq dünyaya gətirmək üçün çox vacib olan vitamindir. Buna görə də dərisi çox tünd olanlar, yəni bədəni çox melanin istehsal edənlər daha sağlam qaldılar və çoxaldılar. İndi isə şimala, yəni günəşin az olduğu Avropa tərəfləri köçən insanlara baxaq. Günəş o qədər az idi ki, tünd dəri o az şüanı da bloklayırdı. Nəticədə isə bədən D vitamini istehsal edə bilmirdi. Günəşin az olduğu yerlərdə tünd dəri, xəstəlik və zəif sümüklər deməkdir. Təkamül də elə burada işə düşür. Dərisi açıq rəngli olan insanlar daha sağlam qaldılar. Çünki açıq dərili insanlar günəşin az işığından belə maksimum D vitamini çəkə bilirdi. Minillər sonra bu dəyişim sabitləndi. Dəri rənglərimizin fərqli olmağı bədənimizin günəş şüalarına qarşı qurduğu balansdır. Eskimolardan xəbəri olan varsa, düşünəcək ki, onlar da günəşin az düşdüyü yerdə yaşayırlar. Niyə onların dərisi açıq deyil? Eskimoların şimalda yaşamağına baxmayaraq, rəngləri tünd buğdaydı. Rənglərinin ağarmamağının səbəbi isə günəş şüalarındakı D vitamininə heç ehtiyaclarının olmamağıdır. Çünki onlar dəniz məhsulları yedikləri üçün bu məhsullardan təbii D vitamini qəbul edirlər. Əslində bu, yeməyin bizim xarici görünüşümüzə necə təsir etdiyinin ən gözəl sübutudur. Biraz da göz formalarının fərqliliyinə baxaq. Çinlilərin, Yaponların, Monqolların gözləri niyə qıyıqdır? Onların göz qapağının üstündə əlavə dəri qatı var. Alimlər deyirlər ki, bütün bu xüsusiyyətlər 10 min illər əvvəl Asiyanın o vaxtki sərt şəraitində formalaşıb. Güclü küləklər, toz fırtınaları, qarın üzərindəki əks olunan göz qamaşdırıcı günəş şüalarına görə
gözlərində əlavə qat yaranıb. Bu əlavə dəri qatı isə onları soyuqdan, tozdan, parlaq göz qamaşdırıcı işıqlardan qorumaq üçün formalaşıb. Göz rənglərimiz də melaninlə bağlıdır. Əslində dünyada gözə mavi və yaşıl rəngi verən maddə yoxdur. Gözümüzün rəngli hissəsində isə ancaq qəhvəyi melanin var. Onda bu yaşıl və mavi rəng hardan çıxır? Əgər gözümüzdə melanin çoxdursa, işığı utduğu üçün göz qəhvəyə görünür. Əgər melanin azdırsa, işıq gözün daxilinə səpələnir. Biz də o gözü mavi və ya yaşıl rəngdə görürük. Bu, səmanı mavi görməyimizlə eyni fizikadır. Yəni işıq oyunudur. Mavi gözlü insanlar yeni sayılırlar. Araşdırmalar göstərir ki, 6-10 min il əvvəl tək bir insanda baş verən mutasiya nəticəsində mavi göz rəngi ortaya çıxıb. Sonra da dünyaya yayılıb. Nadir görünən iki göz rənginin fərqli olmağı isə melaninin hər iki gözə eyni paylanmadığına görə olur. Bu da gendən keçən kodun səhv olmağından yaranır. Bəzən bətində iki əkizdən birinin DNA-sı digərinə keçərək tək uşaq doğulur. Bu halda yaranmağa başlayır. Soyuq iqlimlərdə yaşayan insanların burunları uzun ensiz olur. Bu havanın ciyərə getməzdən əvvəl qızmağı üçündür. İsti iqlimlərdə isə insanların qısa, enli burun dəlikləri olur. Bu da tam tərsi, havanın sürətlə ciyərə daxil olmağına və bədənin temperaturunun tənzimlənməyinə kömək olur. Bura qədər danışdıqlarım adaptasiya idi. İndi isə bəzi xüsusiyyətlər var ki, onların sağ qalmağımız üçün heç bir faydası yoxdur. Məsəl üçün çənəmizin forması, saçımızın dalğalı olmağı. İnsanlar Afrikadan çıxıb dünyaya yayılanda, onlar 50-100 nəfərlik qəbilələrə ayrılırlar. Bu kiçik qruplarda təsadüfən kiminsə qulağı fərqlidirsə, o qrupun hər biri bir-birləri ilə qohum olduğu üçün bir neçə nəsil sonra o qəbilədə də bu fərqliliklər yaranmağa başladı. Biz dünyada tək növ deyilik. Bir vaxtlar Neandertallar var idi. Onlar Avropanın buzlu şəraitində 400 min il yaşadılar. Onlara ilk meymun damğası vuran şəxs isə Fransız paleontoloq idi. 1911-ci ildə o bir Neandertal skeletini səhv birləşdirdi. Onu dik dura bilməyən, dizləri bükülmüş, boynu qabağa əyilmiş və xırıldayan bir məxluq kimi təsvir etdi. Dünya da illərlə Neandertalları belə tanıdı. Amma müasir analizlər göstərir ki, o skelet sadəcə sümük xəstəliyindən əziyyət çəkən qoca bir Neandertala aiddir. Onlar meymun kimi deyildi. Əksinə, iri beyinli, alət düzəldən, od qalayan, ölülərini dəfn edən ailə başçıları idi. Sənətçilər, ən güclü ovçular idi. Xəstələrinin başlarında durub onlara qulluq edən, sadiq və ağıllı varlıqlar idi. DNA analizləri göstərir ki, insanlar Afrikadan çıxanda Neandertallarla qarşılaşıblar. Onlarla yaxın əlaqələr qurublar. Bugün Afrikadan kənarda yaşayan hər bir insanın genlərində təxminən 1-2% Neandertal DNA-sı var. Yəni biz əslində düşündüyümüzdən də hibrid bir növük. İrqlər olaraq düşündüyümüz şey təbiətin min illər boyu yazdığı uyğunlaşma hekayəsidir. Bugün Avropa ilə Asiya arasında fərq görürüksə, bunun səbəbi onların bir-birlərindən min illərlə ayrı mühit şərtlərində yaşamağına görədir. Amma indiki zamanlarda bu sərhədlər sürətlə silinir. Artıq təyyarələr, qlobal köçlər var. İnsanlar bir-birləri ilə qarışdıqca, minlərlə il sonra təkrar hər kəs eyni rəngə, eyni göz formasına sahib olacaq. Bəs siz bu haqda nələr düşünürsünüz? Fikirlərinizi rəyə yazın. Yeni videolarımdan xəbərdar olmaq üçün kanalıma abunə olub bildirişlər asa bilərsiniz. Növbəti videoya qədər hələlik.